Tehranın İrəvandan layihəni dondurmaqla bağlı tələbi gündəmdədir. Nə demək istəyir Tehran? Əslində bilirsiniz, Tehran bu məsələdə müəyyən qədər özünü belə deyək, qalib tərəf kimi bir obrazını yaratmaq istəyir. Yəni güc nümayişi göstərmək istəyir. Yəni ki, güya bu müharibənin qalib tərəfi budur və Amerika Birləşmiş Ştatları ilə imzalanmış razılaşmada bilirsiniz ki, həmin memorandumda İranın xeyrinə bir çox maddələr var və onu hətta bəzi ekspertlər tənqid ediblər ki, burada İrana həddindən artıq güzəştlər olunur. Donald Trump özü Barack Obama'nı tənqid edirdi, amma əslində özü Barack Obama'dan daha çox güzəştə getdi və İran bu güzəştlərə layiq deyil. İrana bu qədər güzəşt etmək olmaz. Çünki İran rejimi o qədər təhlükəlidir ki, səhəri gün həmin sanksiyalar olursa və İrana həmin vəsaitlər verilsə, dondurulmuş vəsaitlər, aktivlər verilsə, İran yenidən daha da güclənə bilər və həmin pulları silahlanmaya, nüvə proqramının istifadəsi, təkmilləşdirilməsinə zərb edə bilər və regionda daha təhlükəli bir gücə çevrilə bilər. Bu baxımdan da İran terrorçu devlətdir və bunu bütün dünya qəbul edir və terroru maliyyələşdirən bir dövlətə sanksiyaları ləğv etmək, sanksiyaları götürüb bu qədər vəsait vermək olmaz. Ona görə də Trump'ın bu məsələdə yanlışlığa yol verdiyini və onu tənqid etdiyini düşünənlər və hətta Amerika Birləşmiş Ştatları administrasiyasında da bu məsələdə ciddi fikir ayrılığı olduğu deyilir. Bu baxımdan da görünür İran tərəfi müəyyən qədər, necə deyərlər, özündən razı bir vəziyyət yaranıb onda. Düşünür ki, bu məsələdə üstünlük onun tərəfindədir və başlayıb artıq özünü qalib hədəf kimi, regionun güc mərkəzi kimi təqdim etməyə və ətrafındakiləri da təhdid etməyə. Əslində İranın burada heç bir gücü yoxdur və bu prosesin hələ hansı istiqamətdə gedəcəyi məlum deyil. Çünki Donald Trump bildirdi ki, onlar memorandumu axıra qədər icra etməsələr, yenidən onların başına bomba yağdıracaq. Yəni 60 günlük bu proses, bu icra müddəti nə qədər öz təsdiqini tapacaq, nə qədər İran buna əməl edəcək öz öhdəliklərinə, bu hələ məlum deyil. İkincisi, İsrailin bu məsələdə mövqeyi bilirsiniz ki, qeyri-müəyyəndir. Çünki İsrail bütün bu razılaşmaları öz maraqlarına zidd hesab edir, özün milli təhlükəsizliyinə zidd hesab edir və İsrailin baş naziri Netanyahu da artıq Livandan çıxmayacaqlarını bəyan etdi və bildirdi ki, İranın nüvə proqramı əldə etməyəcəyinə inanmır. Çünki nüvə silahı əldə etməyəcəyinə inanmır. Bu baxımdan da İran məsələsində Amerika Birləşmiş Ştatları və İsrail arasında ciddi bir fikir ayrılığı var. Regionda risklər qalır. Müharibə riskləri hələ aradan qalmır və indidən İran tərəfi özünü bir hər tərəf, bütün dünyaya, regiona artıq saldıran, hücum edəcək, öz diktəsi ilə hərəkət etdirəcək bir qalib tərəf kimi təqdim etməyə çalışır. Burada nəyə onlar istinad etməyə çalışırlar? Bilirsiniz ki, həmin memorandumun Amerika Birləşmiş Ştatları ilə İran arasında imzalanmış memorandumun, halbuki onu da əlavə edeyim ki, bu İsveçrəyə getmədi James David Vance, Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti İsveçrəyə getmədi. Ayın 19-da yekun imzalanma mərasimi olmalıydı tərəflər arasında. Bəli, bu məsələdə divanla bağlı bir ayrılığı var. Bəli, buyurun. Çünki divanın həmin bəyannamənin birinci maddəsində Livanda atəşkəsə və təhlükəsizlik məsələlərinə dair öhdəliklər götürülür. Ancaq bu Amerika Birləşmiş Ştatları fakt göstərdi ki, bunu təmin etmə iqtidarında deyil. Burada proseslər birbaşa İsraildən asılıdır. İkincisi, İran tərəfi burada nəyə, yəni o trip layihəsindən danışdınız, nəyə görə özünü belə
aparır, regionun ağası kimi özünü təqdim etməyə çalışır. Həmin demə 4-cü maddədə, həmin bəyannamənin 4-cü maddəsində Hörmüz boğazına aid orada razılaşmalar var. Tərəflər Hörmüz boğazını açırlar, qüvvələri çəkirlər, ticarət gəmilərinin hərəkətinə şərait yaradırlar. Amerika Birləşmiş Ştatları blokadanı götürür və regiondakı qüvvələrini oradan çəkir. Bununla bağlı bir razılaşmalar var 4-cü maddədə. Və orada qeyd edilir ki, 3-cü bənddə Amerika Birləşmiş Ştatları 30 gün ərzində öz qüvvələrini İran sərhəddi yaxınlığından çəkir. İran sərhəddi yaxınlığından öz qüvvələrini çəkir. Bax, bu bəndi İran tərəfi manipulyasiya eləyərək götürüb Trip layihəsinə, Zəngəzur dəhlizinə, Ermənistan buna da aid edir öz aləmində və Ermənistanı təhdid edir ki, Amerika Birləşmiş Ştatları oradan da çıxmalıdır. Və Amerika Birləşmiş Ştatları Ermənistanda Trip layihəsini İranla sərhəddə, yəni Trip layihəsini keçdiyi ərazidə silahlı qüvvələr yerləşdirməyib, nə orada ordu, raket qüvvələri yerləşdirməyib ki, İran bunu özü üçün təhdid hesab edir. Humanitar bir layihədən söhbət gedir burada. Bəli, bu bir kommersiya layihəsidir və burada Ermənistanla Amerika Birləşmiş Ştatlarının yaratdığı kommersiya şirkəti bunu outsourcing prinsip əsasında idarə edəcəklər və orada da təhlükəsizliyin isə Ermənistan tərəfi üzərinə götürür. Məsələ burasındadır ki, bunu sadəcə olaraq bir fürsət bilib, Amerika üzrə İran tərəfi bunu bir fürsət bilib, dərhal hücuma keçərək çalışır ki, bu prosesi pozsun və hətta bununla bağlı o yayılmış məlumatda bildirilir, belə bir ifadə də var ki, icazə verməyəcək. Yəni, İran tərəfi buna icazə verir. İran tərəfi bununla da özünü Cənubi Qafqazdakı prosesləri həll edən, idarə edən bir tərəf kimi göstərməyə çalışır. Halbuki İran heç vaxt Cənubi Qafqazdakı prosesləri idarə edən tərəf olmayıb və heç region Cənubi Qafqaz dövləti də deyil. Sadəcə olaraq, yəni Cənubi Qafqaz uzun müddət 1828-ci ildə tərəflər arasında imzalanmış müqavilədən sonra Qacarlarla Rusiya imperiyası arasında imzalanmış müqavilədən sonra Cənubi Qafqazda Rusiyanın təsir üstünlüyü olub və Birinci Dünya Müharibəsinin sonunda bilirik ki, bura İngilislər gəlib, Fransızlar gəlib, daha doğrusu İngilislər da İngiliz qoşunları üzr istəyirəm, gəlmişlər həmin vaxt və Rusiya sonra yenidən Cənubi Qafqaz ölkələrini işğal etdi və bu baxımdan da İran burada elə bir üstünlüyə sahib oldu. Sonra 70 il SSR-nin tərkibində olub Cənubi Qafqaz ölkələri və SSR dağılandan sonra müstəqil dövlətlər yaranıb və burada İran heç bir təsir imkanlarına malik olmayıb. O çalışıb ki, burada öz təsirini yaysın. Gah Azərbaycanda İslam inqilabını Azərbaycana ixrac etməyə çalışıb, amma buna nail ola bilməyib. Gah Ermənistanı silahlandırıb, pul verib Azərbaycana qarşı müharibəyə təhrik edib, Ermənistanla strateji bir tərəfdaşlıq qurub. Amma bütün bunlar heç biri İrana imkan verməyib. Yəni, İran məqsədinə çata bilməyib ki, gəlib Cənubi Qafqazdakı proseslərdə söz sahibi olsun. Ona görə də bugün isə artıq qüvvələr nisbəti, göstərisi, balans dəyişir Cənubi Qafqazda. Rusiyanın zəifləməsi, tədricən regiondan çəkilməsi fonunda biz Cənubi Qafqaza daha çox Türkiyənin, Amerika Birləşmiş Ştatlarının və Avropa İttifaqının mövqeyinin güclənməsinə şahid olur. Ancaq İran burada əsas oyuncu deyil və özünü əsas oyuncu kimi göstərməyinə baxmayaraq İranın burada mövqeyləri, yəni maraqları keçmir. Yəni onu, çünki Cənubi Qafqaz xalqları İranın regiondakı fəaliyyətini özlərinin milli təhlükəsizliyinə təhdid hesab edirlər. Hətta Ermənistan belə vaxtlar da işğal dövründə Köçəryan, Sarkisyan hakimiyyəti illərində İran kifayət qədər ayaq aça bilmişdir regiona, onların sayəsində. Ancaq bugün Ermənistan hakimiyyəti Ermənistandan daha çox, İrandan daha çox qərblə yaxınlıq nümayiş etdirir. Ona görə də bugün
Xameneyinin vaxtilə qırmızı 2022-ci ilin dekabrında Zəngəzur dəhlizini qırmızı xətt elan etməsinə baxmayaraq, nəhayətdə Nikol Paşinyan getdi, Vaşinqton bəyannaməsine imza attı. 2025-ci il avqustun 8-də Azərbaycanla razılaşma əldə etdi və Zəngəzur dəhlizinin, yəni Trab marşrutunun açılmasına razılıq verdi. Və bu baxımdan da bu prosesin isə İran qarşısını almaq gücündə deyil. Ona görə də İranın bugün dedikləri daha çox, yenə deyim, o razılaşmanı manipulyasiya etmək bir blefdir bu. Yəni özünü göstərmək, özünü mən də varam prinsipi ilə bir hərəkət etmək, özünü regional güc mərkəzinə çevrilmiş bir dövlət kimi göstərmək istəyir. Burada bir məsələ də var ki, əslində İran, biz bunu əvvəllər də müzakirə etmişik, İranda bu hərbiçilərin hakimiyyəti ələ keçirməsi əslində bunun nəticəsidir. Yəni vaxt vardı İranda Xameneyinin, Seyid Əli Xameneyinin liderliyi altında idarə olunan İranda daha çox teokratik bir rejim hakimiyyətdəydi. Amma bugün İranda daha çox hərbiçilərin hakimiyyətidir. Və bu hərbiçilər ona görə də daha çox çalışırlar ki, təhdid dili ilə danışsınlar, qonşu dövlətlərlə. Əvvəllər İran daha çox ideoloji silahdan istifadə edirdi. Başqa dövlətlərə qarşı ideoloji təbliğat yaymaqla, yəni vilayət-i fəqihim o 5-ci maddəsində də var, İslam inqilabını başqa ölkələrə ixrac etmək, dünyada öz təsirini bu yolla yaymaq, bundan çalışırdı həyata keçirsən. Ancaq indi daha çox taktika dəyişir və İran hakimiyyətində hərbçilər olduğuna görə onlar ancaq güc dili ilə anlayırlar. Başqa dövlətlərlə təhdid dillə danışmaq, onları hədələmək, onları müharibə ilə qorxutmaq. Və İranın əsas bu strategiyasından biri məsələ burasındakı beynəlxalq ticarət yollarını, dəhlizləri bağlamaq, həm ərazilərdə müharibələr, münaqişələr törətməklə beynəlxalq ictimaiyyəti şantaj etmək və bununla da öz məqsədinə çatmaqdır ki, mən bunu əvvəllər də sizin efinizə demişəm ki, məsələn, bu istiqamətdə 3 əsas marşrutu İran həmişə hədəfə alır ki, bu istiqamətlərdir. Yəni, bu Hörmüz boğazıdır, Bab-el-Məndəb boğazıdır, bir də Trif layihəsi, yəni Zəngəzur dəhlizi. Bu 3 istiqamətdə İran həmişə çalışır ki, təxribatlar törətməklə beynəlxalq ictimaiyyəti, dünya ölkələrini şantaj etsin və bununla da öz məqsədinə çatsın və özünü qorumağa çalışsın, ətrafında bir bufer zona yaratsın və münaqişəni öz sərhədlərinin kənara daşımağa çalışsın. Və İranın atdığı bu Trif layihəsindən bağlı hərəkətlər də bununla bağlıdır. Ancaq mən inanmıram ki, açıq Ermənistan rəhbərliyi öz mövqeyindən dönür. Dəfələrlə Ermənistan rəhbərliyinə bunu çatdırıblar. Hələ ilk dəfə, yəni mən bildiyimə görə, oxuduğuma görə, ilk dəfə bu məsələni hələ İbrahim Rəisi prezidentliyi dövründə Nikol Paşinyanın Ermənistana ilk səfər zamanı 2021-ci ilin iyun ayında ona çatdırıb ki, biz regiondan kənar dövlətlərin Cənubi Qafqaza gəlməsini qəbul etmirik və Ermənistan bizi narahat edir. Siz bu mövqeyinizdən çəkilin, onu təhdid edin. Ondan sonra dəfələrlə bu Ermənistan tərəfinin diqqətinə çatdırılsa da Ermənistan öz siyasətindən dönməyib. Ona görə də mən inanmıram ki, açığı Ermənistan bundan sonra da İranın tələbləri, şərtləri qarşısında geri çəkilsin. Çünki bu əvvəla Ermənistan çox kiçik bir ölkədir və bu layihədən imtina etmək gücündə, iradəsində deyil. Yəni Amerika Birləşmiş Ştatları kimi böyük fövqəli gücün layihəsindən imtina etmək, onun iqtisadi maraqlarını təhdid altına salmaq bu Ermənistanın gücü deyil, nə də onun İranın maraqları naminə heç kim bunu eləməz. İkincisi də ki, Ermənistan özü çətin vəziyyətə düşə bilər. Çünki Ermənistan iqtisadi blokadadan
çıxmaq, kommunikasiya əlaqələrinin açılması imkanı qazanır və bu Ermənistan üçün bir tarixi fürsətdir, tarixi şansdır. Ermənistan özünü yenidən məhbəs sürükləmiş olar. Buna görə də Ermənistan İran tərəfi ilə müəyyən qədər anlaşmağa və bu layihənin onların təhlükəsizliyinə təhdid olmadığını inandırmağa çalışacağını düşünürəm və hesab edirəm ki, Ermənistan bu mövqeyini dəyişməyəcək və sadəcə İran tərəfinin bu hədələrini boş və mənasızdır və heç vaxt nə Azərbaycan, nə Ermənistan İranın bu fikirləri əslində Zəngəzur dəhlizi həm də Azərbaycanın təşəbbüsüdür, Azərbaycanın ideyasıdır, Azərbaycanın maraqlarına uyğun bir layihədir və bu məsələdə nə Azərbaycan bu öz mövqeyindən dönər, nə Ermənistan öz mövqeyindən dönər. Sadəcə olaraq Ermənistan tərəfi, İran bununla belə deyək də özünü regionda bir söz sahibi olduğunu göstərməyə çalışır və sanki müharibənin nəticəsi müharibədən qalib çıxmış, müharibədən uğurlar əldə etmiş və artıq digər region ölkələrdə bununla hesablaşmağa vadar edən bir güc mərkəzi kimi göstərməyə çalışır. Bunlar hamısı boş və mənasız ifadələrdir və bunun heç bir nəticə verəcəyini də düşünmürəm.